Salam mənim kanalımın gözəl xanımları. Necəsiz? İnşallah ki, yaxşı olarsınız. Əziz xanımlar, mən bu gün evdə lavaş hazırladım. İstədim sizlərlə də bölüşəm. Əslinə qalsa qızlar, reseptini deyim sizə. Çox sadə, çox rahatdır. Yəni undur, sudur, duzdur. Yəni gözə yarı etmişəm. Bir də xəmiri mütləq ki, nə bərk, nə də yumşaq olmayacaq şəkildə yoğurmaq lazımdır. Çox yerdə mayada vururlar, amma mən mayadan istifadə etmirəm. Belə lavaş daha zərif, daha gözəl və daha yüngül olur. Yəni çox dadlı olur beləncə. Əslinə qalsa alınma lavaşlardan da istifadə edirəm. Amma məsələn evdə hazırlananın yerini vermir də. İnanın ki, çox dadlı idi həqiqətən də. Yəni mən çünki evdə tez-tez hazırlayıram. Lazım olanda məsələn tələsik nəyəsə o zaman alıram hazır lavaşdan. İnan ki, o dadı vermir qətiyyən. Burada da görürsüz qızlar, quru olduğuna görə sulayıram ki, yumşalsın. Həqiqətən də qızlar çox zərif, çox gözəl alınmışdı. Mən biraz necə deyim, qızartmağı xoşlayıram, ona görə biraz ağ götürmədim də qızartdım. İnşallah ki, videomu bəyənərsiniz. Kanalıma abunə olub like etməyi unutmayın. Hələlik gələn videomda görüşmək üzrə.